Qoç. İradənizin polad kimi möhkəm olduğu bir dövrə qədəm qoyursunuz və bu, peşəkar fəaliyyətinizdə özünü aydın büruzə verəcək. İş yerində rəhbərliyin diqqətini çəkmək üçün uzun müddətdir gözlədiyiniz o şans nəhayət qapınızı döyür. Layihələrinizdəki xırda detallara fokuslanmaq sizi rəqiblərinizdən bir addım öndə tutacaq. Maddi məsələlərdə riskli addımlardan qaçmalı, büdcənizi daha mühafizəkar şəkildə idarə etməlisiniz. Şəxsi münasibətlərdə partnyorunuzun hisslərinə qarşı daha həssas olmağınız tələb olunur, çünki kiçik bir laqeydlik böyük anlaşılmazlıqlara yol aça bilər. Subay qoçlar üçün köhnə bir tanışlıq gözlənilmədən romantik müstəviyə keçid edə bilər. Daxili dünyanızda baş qaldıran narahatlıqları yatırmaq üçün fiziki aktivliyə və idmana üstünlük verməyiniz tövsiyə olunur. Özünüzə inamınız artdıqca ətrafınızdakı insanların sizə olan rəğbəti də paralel olaraq yüksələcək. Sosial çevrənizdə nüfuzlu şəxslərlə quracağınız ünsiyyət gələcək karyeranız üçün möhkəm təməllər ata bilər. Unutmayın ki, tələskənlik bəzən ən sadə işlərdə belə səhv etməyinizə səbəb olur, ona görə də hər addımı ölçüb biçin. Maliyyə sənədləri ilə işləyərkən diqqətli olun, çünki texniki bir xəta itkilərə səbəb ola bilər. Psixoloji olaraq özünüzü təzyiq altında hiss etməmək üçün gün ərzində qısa fasilələr verməyi vərdiş halına gətirin. Dostlarınızın məsləhətlərinə qulaq asmaq pis fikir deyil, lakin son qərarı həmişə öz intuisiyanıza güvənərək verin. Kimsənin sizin motivasiyanızı qırmasına və ya enerjinizi soğurmasına icazə verməyin. Axşam saatlarında ailə üzvləri ilə keçiriləcək vaxt ruhunuzu dincəldəcək və itirilmiş enerjinizi bərpa edəcək. Səhhətinizlə bağlı kiçik siqnalları görməzdən gəlməyin, bədəninizin istirahətə ehtiyacı olduğunu qəbul edin. Yeni bir hobbi və ya maraq dairəsi tapmaq intellektual inkişafınız üçün katalizator rolunu oynaya bilər. Buğa. Sabitlik və komfort axtarışınızın ön plana çıxdığı bir zaman kəsiyindəsiniz, lakin dəyişikliklərə də qapı açmağın vaxtı çatıb. İş mühitində yaradıcı yanaşmalarınız həm həmkarlarınızın, həm də müştərilərin rəğbətini qazanmağa kömək edəcək. Maddi durumunuzu yaxşılaşdırmaq üçün əlavə gəlir mənbələri axtarmaq əvəzinə mövcud resursları daha səmərəli istifadə etməyə çalışın. Daşınmaz əmlak və ya uzun müddətli investisiyalarla bağlı vacib məlumatlar əldə edə bilərsiniz. Sevgi həyatınızda səmimiyyət və dürüstlük hər zamankından daha vacibdir, gizli qalan məqamlar gərginlik yarada bilər. Partnyorunuzla birlikdə gələcəyə dair planlar qurmaq aranızdakı bağı daha da möhkəmləndirəcək. Emosional statusunuzda müəyyən dalğalanmalar ola bilər, bu səbəbdən meditasiya və ya təbiət qoynunda gəzinti sizə yaxşı təsir edər. Sosial həyatda daha seçici olmalı və vaxtınızı həqiqətən dəyər verdiyiniz insanlara ayırmalısınız. Gözlənilməz bir xəbər planlarınızın istiqamətini dəyişə bilər, buna hazırlıqlı olun və çevik reaksiya verin. Karyera pilləkənində irəliləmək üçün lazım olan səbri nümayiş etdirmək sizi uğura aparan ən qısa yoldur. Ətrafdakıların tənqidlərinə qarşı daha dözümlü olmağa çalışın və onları şəxsi hücum kimi qəbul etməyin. Daxili səsinizi dinləmək sizə ən çətin anlarda düzgün çıxış yolunu göstərəcək. Maddi məsələlərdə borc verməkdən və ya almaqdan uzaq durmaq maliyyə müstəqilliyinizi qorumaq üçün vacibdir. Motivasiyanızı yüksək tutmaq üçün uğurlarınızı kiçik mükafatlarla qeyd etməyi unutmayın. İnsanlarla ünsiyyətdə manipulyasiyadan qaçın və hər kəsə olduğu kimi yanaşın. Sağlam qidalanma vərdişlərinə qayıtmaq fiziki dözümlülüyünüzü artıracaq. Köhnə sənədləri və ya əşyaları qaydaya salmaq zehninizi də təmizləmək effekti verəcək. Özünüzə qarşı daha mərhəmətli olun və mükəmməllik axtarışında özünüzü yormayın. Əkizlər. Zehni aktivliyinizin pik həddə olduğu bir gündə informasiya axınını idarə etmək bacarığınız sınanacaq. İşgüzar görüşlərdə və danışıqlarda natiqlik qabiliyyətiniz sayəsində hər kəsi öz tərəfinizə çəkə biləcəksiniz. Karyeranızda yeni bir səhifə açmaq üçün lazım olan sənədləşmə işlərini sürətləndirməyin tam zamanıdır. Maliyyə sahəsində gözlənilməz bir mənfəət və ya keçmişdən qalan borcun qaytarılması əhvalınızı xeyli yüksəldəcək. Lakin pulla rəftar edərkən emosional alış-verişlərdən qaçmaq gələcək ayların rifahı üçün zəruridir. İkitərəfli münasibətlərdə qarşı tərəfin fikirlərinə daha çox meydan vermək və dinləməyi öyrənmək harmoniyanı təmin edəcək. Yalnız olanlar üçün intellektual səviyyəsi yüksək olan bir şəxslə maraqlı tanışlıq ehtimalı olduqca böyükdür. Psixoloji olaraq özünüzü eyni vaxtda bir neçə işlə məşğul olmaq istəyində hiss edə bilərsiniz, lakin diqqəti cəmləmək daha effektivdir. Dostlarla keçiriləcək səs-küylü bir yığıncaq sizə yeni ideyalar və ilham qaynağı verə bilər.
Texnoloji cihazlarla bağlı xırda problemlər yaşaya bilərsiniz, vacib məlumatları nüsxələməyi unutmayın. Səyahət planlarında bəzi gecikmələr baş verərsə, bunu fürsət bilib daha yaxşı hazırlaşmağa vaxt ayırın. Özünüzü ifadə etmə formanızın ətrafdakılar tərəfindən yanlış anlaşıla biləcəyini nəzərə alaraq sözlərinizi diqqətlə seçin. Karyera hədəflərinizi yenidən nəzərdən keçirmək və daha realist məqsədlər qoymaq vaxtıdır. Maddi azadlığa gedən yolun nizam-intizamdan keçdiyini dərk etməyiniz sizi daha məsuliyyətli edəcək. Həyatınıza daxil olan yeni insanlar sizə fərqli baxış bucaqları qazandıracaq, buna açıq olun. Təşviş və qayğılardan uzaqlaşmaq üçün hobbilərinizə daha çox vaxt ayırmağa çalışın. Yuxu rejiminə riayət etmək sinir sisteminizin bərpası üçün bugün həyati əhəmiyyət daşıyır. Yad insanlardan gələn təkliflərə qarşı şübhəçi yanaşmaq sizi mümkün fırıldaqlardan qoruya bilər. Yaradıcılıq potensialınızı üzə çıxarmaq üçün kağız və qələmə sarılmaq sizə terapiya kimi təsir edəcək. Hər hansı bir müqaviləyə imza atmazdan əvvəl hüquqi məsləhət almaq riskləri minimuma endirər. Sosial şəbəkələrdə keçirdiyiniz vaxtı limitləmək real həyatdakı imkanları görməyinizə şərait yaradacaq. Xərçəng. Həyatınızın emosional təməllərini möhkəmləndirmək və daxili hüzurunuzu qorumaq üçün olduqca əhəmiyyətli bir mərhələdəsiniz. İş mühitində kollektivlə münasibətləri tənzimləmək və yaranmış xırda ixtilafları aradan qaldırmaq üçün diplomatik istedadınızdan yararlanmalısınız. Peşəkar sahədə üzərinizə götürdüyünüz öhdəliklərin bəhrəsini görmək üçün biraz da səbir nümayiş etdirməyiniz tələb olunur. Maddi məsələlərdə qənaətcil davranmaq və gələcək investisiyalar üçün zəmin hazırlamaq maliyyə təhlükəsizliyinizi təmin edəcək. Evinizdə və ya ofisinizdə kiçik dəyişikliklər etmək, əşyaların yerini dəyişmək enerjinizin yenilənməsinə müsbət təsir göstərəcək. Sevgi münasibətlərində qarşı tərəfin ehtiyaclarını duymaq və ona mənəvi dəstək olmaq bağlarınızı daha da dərinləşdirəcək. Subay xərçənglər üçün keçmişdə yarımçıq qalmış bir hekayənin yenidən gündəmə gəlməsi ehtimalı olduqca yüksəkdir. Psixoloji vəziyyətinizə təsir edən toksik insanlardan uzaq durmaq və sərhədlərinizi qorumaq bu dövrdə həyati əhəmiyyət kəsb edir. Sosial çevrənizdə səmimiyyətinə şübhə etdiyiniz şəxslərlə məsafə saxlamağınız sizi xəyal qırıqlığından xilas edə bilər. Gözlənilməz bir dəvət və ya təklif planlarınızda müsbət mənada kəskin dönüş yaradacaq. Karyera hədəflərinizi reallıqla uzlaşdırmaq və xəyallardan çox faktlara söykənmək sizi uğura daha tez çatdıracaq. Maddi sənədlərlə işləyərkən bank çıxarışlarını və ödənişləri təkrar yoxlamağınız texniki səhvlərin qarşısını alar. Motivasiyanızı artırmaq üçün ruhunuzu oxşayan musiqilər dinləmək və ya incəsənətlə maraqlanmaq sizə yeni nəfəs verəcək. Ünsiyyətdə olduğunuz insanların gizli niyyətlərini anlamaq üçün intuisiyanızın səsinə qulaq asmağınız kifayətdir. Səhhətinizdə yaranan yorğunluq əlamətlərini aradan qaldırmaq üçün su prosedurları və uzun müddətli yuxu olduqca effektiv olacaq. Özünüzü ifadə edərkən daha qətiyyətli olun və haqlarınızın tapdanmasına imkan verməyin. Ailə daxilindəki böyüklərin məsləhətləri sizə qaranlıq qalan bir çox məqamı aydınlaşdırmaqda yardımcı ola bilər. Yaradıcılıqla bağlı yeni bir layihəyə başlamaq üçün daxilinizdə böyük bir potensial hiss edəcəksiniz. Şiir. Liderlik xüsusiyyətlərinizin parladığı və ətrafınızdakı insanlara təsir etmək gücünüzün artdığı bir dövrdən keçirsiniz. İş həyatında mühüm qərarlar vermək və məsuliyyəti öz üzərinə götürmək nüfuzunuzun yüksəlməsinə səbəb olacaq. Peşəkar sahədə rəqabətdən qorxmayın, çünki enerjiniz və təcrübəniz sizə hər cür çətinliyin öhdəsindən gəlməyə imkan verir. Maddi qazanclarınızı artırmaq üçün yeni tərəfdaşlıqlar və ya müştərilərlə əlaqələr qurmaq perspektivli görünür. Lakin lüks xərcləmələrə olan meylinizi cilovlamalı və büdcənizdə balans yaratmalısınız. Sevgi həyatınızda ehtiras və coşğu ön plana çıxsa da, qarşı tərəfin fikirlərinə hörmətlə yanaşmağı unutmamanız vacibdir. Münasibətlərdə egonuzu bir kənara qoyub kompromisə getmək bağlarınızı daha da möhkəm və səmimi edəcək. Psixoloji olaraq özünüzü mərkəzdə hiss etmək istəyiniz bəzən yaxınlarınız tərəfindən təkəbbür kimi qəbul oluna bilər, buna diqqət edin. Sosial həyatda parlaq və diqqət çəkən imiciniz yeni qapıların açılmasına və maraqlı tanışlıqlara vəsilə olacaq. Gözlənilməz bir kompliment və ya hədiyyə özünüzə olan inamınızı daha da artıracaq və gününüzü işıqlandıracaq. Hər hansı bir xəbərdarlıq və ya tənqid aldıqda bunu şəxsi hücum kimi deyil, inkişafınız üçün bir pillə kimi dəyərləndirin. Karyeranızda böyük sıçrayış etmək üçün təlimlərə qatılmaq və biliklərinizi artırmaq strateji bir gediş olacaqdır. Pul ilə bağlı sənədlərdə diqqətli olun, xüsusən vergi və rəsmi ödənişləri vaxtında yerinə yetirin.
Motivasiya mənbəyiniz daxili ambisiyalarınızdır. Onlardan düzgün istiqamətdə istifadə etməyə çalışın. İnsanlarla ünsiyyətdə daha səbirli olmalı və hər kəsin sizin sürətinizlə hərəkət edə bilməyəcəyini qəbul etməlisiniz. Sağlamlığınızı qorumaq üçün onurğa sütununuza və duruşunuza fikir verməyiniz, ağır yük qaldırmamağınız tövsiyə olunur. Köhnə bir layihəni yenidən canlandırmaq üçün daxilinizdə böyük bir həvəs və enerji kəşf edəcəksiniz. Detallara olan həssaslığınız və analitik düşüncə tərziniz sayəsində bugün ən mürəkkəb məsələlərin belə həllini tapacaqsınız. İş yerində nizam-intizam yaratmaq və prosesləri optimallaşdırmaq bacarığınız rəhbərliyin yüksək qiymətini qazanacaq. Karyeranızda planlı şəkildə irəliləmək və hər bir addımı öncədən hesablamaq sizi mümkün büdrəmələrdən sığortalayacaq. Maddi vəziyyətinizi sabit saxlamaq üçün gəlir və xərclərinizin dəqiq uçotunu aparmaq bu dövrdə çox effektivdir. Kiçik və lazımsız xərclərdən yayınmaqla yaxın gələcəkdə böyük bir arzunuzu reallaşdırmaq üçün vəsait toplaya bilərsiniz. Sevgi münasibətlərində daha çox şəffaflıq və aydınlıq axtarışındasınız, bu da partnyorunuzla dürüst söhbətlər etməyinizə rəvac verəcək. Duyğularınızı ifadə edərkən tənqidi dildən uzaq durmağınız qarşı tərəfin sizə daha çox bağlanmasına kömək edər. Psixoloji olaraq özünüzü nizamlı və işlək hiss etmək sizə daxili rahatlıq bəxş edir, buna görə də ətrafınızdakı xaosu aradan qaldırın. Sosial çevrənizdə sizdən məsləhət istəyən insanların sayı artacaq, çünki məntiqli yanaşmanız hər kəsə inam verir. Gözlənilməz bir sənəd işi və ya bürokratik məsələ bir qədər vaxtınızı ala bilər, lakin diqqətli olsanız tez həll edəcəksiniz. Həyatınızdakı yeniliklərə qarşı skeptik yanaşmaq əvəzinə onların gətirə biləcəyi faydalara fokuslanmağa çalışın. Peşəkar inkişafınız üçün rəqəmsal bacarıqlarınızı artırmaq və yeni proqramlar öyrənmək çox faydalı olacaq. Pul ilə bağlı riskli təkliflərdən və tez varlanma vədlərindən uzaq durmağınız məsləhətdir. Motivasiyanızı qorumaq üçün hər günün sonunda gördüyünüz işlərin siyahısına baxıb özünüzlə fəxr edin. İnsanlarla ünsiyyətdə mükəmməllik tələb etməyin və hər kəsin özünə məxsus çatışmazlıqları olduğunu qəbul edin. Sağlamlıq mövzusunda həzm sisteminizə diqqət yetirməyiniz və yüngül pəhriz saxlamağınız enerjinizi artıracaq. Evdəki köhnə əşyalardan xilas olmaq və məkanınızı sadələşdirmək zehninizdəki qarışıqlığı da aradan qaldıracaq. Tərəzi. Həyatınızda tarazlıq və harmoniya axtarışının zirvəyə çatdığı bir dönəmdəsiniz, bu da qərarlarınıza müsbət təsir edəcək. İş mühitində ədalətli mövqeyiniz sayəsində tərəflər arasında vasitəçilik missiyasını üzərinizə götürə bilərsiniz. Karyeranızda estetik və yaradıcı elementləri birləşdirmək sizə gözlənilməz uğurlar və yeni qapılar açacaq. Maddi məsələlərdə tərəfdaşlıqlardan gələn qazanclar və ya ortaq investisiyalar gündəmdə ola bilər. Lakin şəxsi büdcənizi qorumaq üçün başqalarının maliyyə məsuliyyətini tam olaraq öz üzərinizə götürməkdən çəkinin. Sevgi münasibətlərində romantizm və qarşılıqlı anlayışın hökm sürdüyü incəliklərin ön plana çıxdığı anlar yaşayacaqsınız. Partnyorunuzla birlikdə sənət tədbirlərinə qatılmaq və ya gözəl bir məkanda vaxt keçirmək bağlarınızı daha da möhkəmləndirəcək. Psixoloji olaraq özünüzü daxili sülh şəraitində hiss etmək üçün ətrafınızdakı xaosdan uzaqlaşmağa ehtiyacınız var. Sosial əlaqələrinizdə nəzakətli davranışınız sizə yeni və nüfuzlu dostlar qazandıracaq. Gözlənilməz bir hüquqi sənəd və ya rəsmi bildiriş diqqətinizi tələb edə bilər, onu ertələmədən həll edin. Xəbərdarlıq kimi deyə bilərəm ki, qərarsızlıq bugün sizin ən böyük düşməniniz ola bilər, ona görə də intuisiyanıza güvənin. Motivasiyanızı artırmaq üçün özünüzü gözəlliklərlə əhatə edin və geyiminizdə kiçik dəyişikliklər edərək enerjinizi yüksəldin. Ünsiyyətdə olduğunuz insanların emosional manipulyasiyalarına qarşı ayıq-sayıq olun və öz sərhədlərinizi nəzakətlə çəkin. Maddi sənədlərdə imza atarkən kiçik hərflərlə yazılmış qeydləri oxumağı unutmayın. Səhhətinizdə böyrəklərə və bel nahiyəsinə diqqət yetirmək, kifayət qədər su içmək sağlamlığınız üçün vacibdir. Köhnə bir incikliyi bağışlamaq mənəvi yükünüzü yüngülləşdirəcək və gələcəyə daha ümidlə baxmağınıza kömək edəcək. Yaradıcılıqla məşğul olmaq üçün daxili potensialınızın coşduğunu hiss edəcəksiniz, bu fürsəti qaçırmayın. Şəxsi inkişafınız üçün fərqli mədəniyyətlər və ya fəlsəfi cərəyanlar haqqında araşdırma aparmaq vizyonunuzu genişləndirəcək. Hər hansı bir münaqişədə tərəf tutmaq əvəzinə obyektiv müşahidəçi qalmağınız nüfuzunuzu qoruyacaq. Texnoloji yenilikləri iş prosesinə tətbiq etmək zamanınıza qənaət etməyinizə şərait yaradacaq. Əqrəb. Daxili gücünüzün və iradənizin ən yüksək həddə olduğu, gizli qalan məqamların aydınlandığı bir vaxtdır.
İş həyatında strateji planlar qurmaq və rəqiblərin addımlarını öncədən proqnozlaşdırmaq bacarığınız sizi lider edəcək. Karyeranızda köklü dəyişikliklər etmək və ya tamamilə yeni bir istiqamətə yönəlmək üçün daxili bir təkan hiss edə bilərsiniz. Maddi məsələlərdə riskli, lakin hesablanmış addımlar atmaq böyük qazancların qapısını aça bilər. Miras, sığorta və ya vergi ilə bağlı köhnə məsələlərin müsbət həlli üçün əlverişli fürsətlər yaranacaq. Sevgi həyatınızda ehtiras və dərin bağlılıq ön plandadır, lakin qısqanclıq hisslərinizi cilovlamağınız münasibətin sağlamlığı üçün şərtdir. Partnyorunuzla ruhsal bir bağ qurmaq və sirlərinizi bölüşmək aranızdakı etibarı maksimuma çatdıracaq. Psixoloji olaraq özünüzü transformasiya prosesində hiss edə bilərsiniz, köhnə vərdişlərdən imtina etmək sizə güc verəcək. Sosial çevrənizdə hər kəsə etibar etməməli və planlarınızı yalnız ən yaxınlarınıza danışmalısınız. Gözlənilməz bir sirrin üstünün açılması ətrafınızdakı bəzi insanlara baxış bucağınızı tamamilə dəyişə bilər. Xəbərdarlıq olaraq kəskin sözlərdən və iynəli ifadələrdən qaçın, çünki bu lazımsız düşmənçiliklərə yol aça bilər. Motivasiyanızı yüksək tutmaq üçün çətin hədəflər seçin, çünki mübarizə ruhu sizi canlı tutur. Ünsiyyətdə olduğunuz insanların bədən dilini oxumaq sizə gizli həqiqətləri anlamaqda kömək edəcək. Pul ilə bağlı əməliyyatlarda rəqəmsal təhlükəsizliyinizə xüsusi önəm verin və şifrələrinizi yeniləyin. Sağlamlıq sahəsində reproduktiv sistemə və ümumi immunitetə diqqət yetirmək, zərərli vərdişlərdən uzaq durmaq vacibdir. Keçmişdəki uğursuzluqları bir təcrübə kimi qəbul edib, onlardan aldığınız dərslərlə gələcəyi inşa edin. Araşdırma və analiz tələb edən işlərdə inanılmaz nəticələr əldə edəcək, gizli detalları üzə çıxaracaqsınız. Şəxsi sərhədlərinizi qoruyarkən daha qətiyyətli olun və enerjinizi sovuran insanlara yox deməyi öyrənin. Yarımçıq qalmış maliyyə öhdəliklərini bağlamaq sizə böyük bir yüngüllük və azadlıq hissi bəxş edəcək. İctimai yerlərdə özünüzü nümayiş etdirməkdən çox, müşahidə etməyə üstünlük verməyiniz daha çox məlumat toplamağınıza kömək edər. Ox atan. Macəra ruhunuzun və öyrənmək həvəsinizin coşduğu, üfüqlərinizin genişləndiyi bir mərhələdəsiniz. İş həyatında beynəlxalq əlaqələr, xarici layihələr və ya təhsil sahəsindəki fəaliyyətlər uğur gətirəcək. Karyeranızda yeni ideyalarınızı cəsarətlə səsləndirməkdən çəkinməyin, çünki kreativliyiniz yüksək qiymətləndiriləcək. Maddi durumunuzu yaxşılaşdırmaq üçün uzaq perspektivli planlar qurun və ani qazanclardan çox sabitliyə fokuslanın. Səyahət və ya özün inkişaf kursları üçün ayırdığınız vəsait gələcəkdə sizə qat-qat artıq fayda ilə geri dönəcək. Sevgi münasibətlərində azadlıq və qarşılıqlı etimad ən vacib dəyərlərdir. Partnyorunuza şəxsi məkan tanımaq münasibəti canlandıracaq. Subay oxatanlar üçün fərqli mədəniyyətdən və ya fərqli baxış bucağına malik olan bir şəxslə tanışlıq maraqlı başlanğıc ola bilər. Psixoloji olaraq optimist əhval-ruhiyyədə olmağınız çətinlikləri daha asan dəf etməyinizə imkan verəcək. Sosial həyatda enerjiniz və yumor hissinizlə hər kəsin diqqət mərkəzində olacaq, maraqlı dəvətlər alacaqsınız. Gözlənilməz bir xəbər sizə yeni bir yol xəritəsi çizmək üçün ilham verə bilər, bu şansı dəyərləndirin. Xəbərdarlıq kimi detalları nəzərdən qaçırmamağa və reallıqdan çox uzaqlaşmamağa çalışın. Motivasiyanızı artırmaq üçün gələcəyə dair böyük xəyallar qurun və onları reallaşdırmaq üçün kiçik addımlarla başlayın. İnsanlarla ünsiyyətdə daha səbirli olun və hər kəsin sizin kimi açıq sözlü olmadığını nəzərə alın. Maliyyə sənədləri və müqavilələrlə işləyərkən diqqətli olun, xüsusən xarici valyuta ilə bağlı əməliyyatlara fikir verin. Sağlamlıq sahəsində qaraciyərə və bud nahiyəsinə diqqət yetirmək, yağlı qidalardan qaçmaq və aktiv hərəkət etmək tövsiyə olunur. Oğlaq. Karyera hədəflərinizə fokuslandığınız və intizamlı hərəkət etməyin bəhrəsini gördüyünüz bir dövrdəsiniz. İş mühitində peşəkarlığınız və soyuqqanlılığınız sayəsində ən gərgin krizisləri belə asanlıqla idarə edə biləcəksiniz. Uzun müddətdir üzərində çalışdığınız layihələrin rəsmi təsdiqi və ya mühüm bir vəzifə artımı ehtimalı olduqca yüksəkdir. Maddi məsələlərdə ehtiyatlı davranmaq və investisiyalarınızı diversifikasiya etmək maliyyə dayanıqlığınızı artıracaq. Gələcək təqaüd və ya əmanət planlarınıza yenidən nəzər salmaq artıq xərcləri kəsmək üçün ideal zamandır. Sevgi münasibətlərində daha çox ciddiyyət və gələcək vədləri axtarışındasınız, bu da partnyorunuzla mühüm söhbətlərə yol açacaq. Tənhasınızsa iş mühitində tanış olduğunuz bir şəxslə ortaq maraqlarınızın olduğunu kəşf edə bilərsiniz. Psixoloji olaraq üzərinizə həddindən artıq yük götürməməli, hər şeyi mən etməliyəm düşüncəsindən uzaq durmalısınız.
Sosial əlaqələrinizdə daha çox mentorluq funksiyasını yerinə yetirəcək, gənclərə və ya az təcrübəlilərə yol göstərəcəksiniz. Gözlənilməz bir rəsmi məsuliyyət və ya ailə daxili vəzifə planlarınızı qısa müddətli dəyişə bilər. Xəbərdarlıq olaraq bildirirəm ki, daxili hisslərinizi büruzə verməməyiniz yaxınlarınız tərəfindən soyuqluq kimi qəbul edilə bilər. Motivasiyanızı artırmaq üçün keçmiş uğurlarınızı analiz edin və onlardan güc alaraq yeni zirvələr təyin edin. Ünsiyyətdə olduğunuz insanların sosial statusundan asılı olmayaraq, hər kəsə eyni hörmətlə yanaşmağınız nüfuzunuzu daha da ucaldır. Maddi sənədlərlə işləyərkən arxivləşdirməyə və nizam-intizama xüsusi önəm verməyiniz sizi gələcək bürokratik problemlərdən qoruyar. Səhhətinizdə sümüklərə və dişlərə diqqət yetirməyiniz, kalsiumla zəngin qidalar qəbul etməyiniz məsləhətdir. Köhnə bir mülk və ya ailə yadigarını bərpa etmək barədə düşünmək sizə mənəvi rahatlıq verəcək. Dolça. İnnovativ ideyalarınızın və azadlıq sevginizin zirvəyə yüksəldiyi, fərqli baxış bucaqları qazandığınız bir zamandır. İş həyatında komanda işi və kollektiv layihələr sizə həm sosial, həm də maddi mənfəət gətirəcək. Karyeranızda rəqəmsal texnologiyalardan və ya yeni sosial platformalardan istifadə etmək sizi rəqiblərinizdən kəskin fərqləndirəcək. Maddi durumunuzu yaxşılaşdırmaq üçün kütləvi tələbat olan sahələrə və ya startup layihələrinə maraq göstərməyiniz uğurlu ola bilər. Lakin dostlarınızla borc xərc məsələlərində şəffaf olmağınız və mümkün riskləri öncədən bölüşməyiniz tövsiyə olunur. Sevgi münasibətlərində daha çox dostluq və intellektual yaxınlıq axtarırsınız, bu da aranızdakı ünsiyyəti canlandıracaq. Partnyorunuzla birlikdə elmi müzakirələr aparmaq və ya gələcəyin texnologiyaları ilə maraqlanmaq aranızdakı bağı intellektual səviyyəyə qaldıracaq. Psixoloji olaraq özünüzü cəmiyyətin bir hissəsi hiss etmək və faydalı olmaq istəyi sizi xeyriyyə işlərinə sövq edə bilər. Sosial çevrənizdə orijinal və qeyri-adi insanlar peyda olacaq, onlardan öyrənəcəyiniz çox şey var. Gözlənilməz bir sosial media reaksiyası və ya mesajı sizi həm təəccübləndirə, həm də yeni bir hərəkətə başlamağa ruhlandıra bilər. Xəbərdarlıq olaraq bildirirəm ki, hadisələrə həddindən artıq obyektiv yanaşmağınız hisslərinizi gizlətməyinizə və soyuq görünməyinizə səbəb ola bilər. Motivasiyanızı yüksək tutmaq üçün dünyadakı mütərəqqi dəyişiklikləri izləyin və onların bir parçası olmağa çalışın. Ünsiyyətdə olduğunuz insanların fərqli düşüncələrinə dözümlü yanaşmağınız sizin humanist tərəfinizi ön plana çıxarır. Pul ilə bağlı əməliyyatlarda onlayn təhlükəsizlik qaydalarına 2 qat diqqət yetirin və şübhəli linklərdən uzaq durun. Sağlamlıq sahəsində qan dövranına və ayaq nahiyəsinə diqqət yetirmək, qaçış və ya üzgüçülüklə məşğul olmaq faydalıdır. Köhnə bir elektronikanı təmir etmək və ya proqram təminatını yeniləmək işlərinizi xeyli asanlaşdıracaq. Yaradıcılıq potensialınızı rəqəmsal incəsənətdə və ya sosial layihələrdə nümayiş etdirmək üçün böyük şanslar yaranacaq. Balıqlar. İntuisiyanızın və təxəyyülünüzün ən yüksək həddə çatdığı, mənəvi dərinliklərinizə səyahət etdiyiniz bir dövrdəsiniz. İş həyatında yaradıcılıq tələb edən sahələrdə və ya insanlara yardım etmək məqsədi daşıyan layihələrdə parlayacaqsınız. Karyeranızda daxili səsinizə qulaq asaraq atdığınız addımlar sizi həm mənəvi, həm də maddi məmnuniyyətə çatdıracaq. Maddi məsələlərdə xəyallara qapılmamalı, reallığı əks etdirən büdcə planı ilə hərəkət etməyə çalışmalısınız. Gizli qalan maddi fürsətlər və ya kimsənin görmədiyi bir gəlir mənbəyi gözlənilmədən üzə çıxa bilər. Sevgi münasibətlərində şəfqət, fədakarlıq və dərin emosional bağlar ön plana çıxacaq, partnyorunuzla bir ruhun iki yarısı olduğunuzu hiss edəcəksiniz. Tənhasınızsa, romantik bir mühitdə və ya su kənarında maraqlı bir tanışlıq yaşama ehtimalınız var. Psixoloji olaraq daxili dünyanızdakı sükunəti qorumaq üçün incəsənətlə məşğul olmaq və ya dualar etmək sizə çox yaxşı təsir edəcək. Sosial əlaqələrinizdə insanların daxili ağrılarını duymaq və onlara təsəlli vermək sizi bir şəfaçı kimi qəbul etdirəcək. Gözlənilməz bir yuxu və ya bəsirət gözünüzün açılması sizə gələcək hadisələr haqqında gizli siqnallar verə bilər. Xəbərdarlıq olaraq deyirəm ki, real dünyadan tamamilə qopub xəyallar aləminə dalmağınız gündəlik işlərdə səhvlərə yol aça bilər. Motivasiyanızı artırmaq üçün daxili dünyanızdakı rəngləri kətana və ya kağıza köçürün, yaradıcılıq sizin ən böyük gücünüzdür. Ünsiyyətdə olduğunuz insanların emosiyalarını öz üzərinizə süngər kimi çəkməkdən çəkinin, özünüzü energetik olaraq qoruyun. Pul ilə bağlı məsələlərdə qarışıq və dumanlı müqavilələrdən uzaq durun, hər şeyin şəffaf olduğundan əmin olun. Sağlamlıq sahəsində limfa sisteminə və ayaq pəncələrinə diqqət yetirmək, dəniz duzu ilə vannalar qəbul etmək faydalıdır. Köhnə bir yarımçıq qalmış şeiri, musiqini və ya rəsmi tamamlamaq sizə mənəvi bütövlük hissi bəxş edəcək.
Yaradıcılıq potensialınızı daha çox vizual sənətlərdə və ya yardımlaşma kampaniyalarında nümayiş etdirə bilərsiniz.